Yenə də internetlə bağlı, internet tariflərində yeniliklər olacağı gözlənilir. Artıq telefonlarımızda o yeniliklər, yeni paketlər reallaşıb. Azərsel bizə nə demək istəyir, neynəmək istəyir? Açığı, bəzən insan söz də tapmır, ifadə etsin, desin ki, siz niyə belə edirsiniz? Hər ay, öncəki keçən il, məsələn, belə idi də, telefonumuza 2-3 manat pul qoyurduq, depozit qoyurduq, istifadə edirik. Yeni paket gəldi, paketdən belə xidmətlər, yeni xidmət paketləri yarandı. Aya 10 manat mütləq ödəməlisən. Ödəyirsən, oradan müəyyən hissəsi 6 manat megabayta yönəlir. Yerdə qalandan da danışıqlar üçün istifadə edirsən. Bu mütləqdir. 1 manat ödəsən, həmən axşama qədər o 1 manat istifadə etsən də, etməsən də sənin deyil. İnsanlar məcbur olur, bunu edir. Bir neçə gün bundan əvvəl 10 manat yatırım qoydum, depozit qoydum telefona. Telefon interneti aktivləşmədi və yaxınlaşdım Azərselə. Sual yönəltdim. Xanım, bir neçə gün bundan əvvəl yeni paketlər yaratmışıq, dünyaya gəlib. Artıq 10 manat yox, 13 manat ödəməlisiniz. Telefonunuz, internetiniz aktiv olsun. Sürətlidir. Güya megabaytında megabayt həm çoxalıb, həm də sürətli olub. Əzizim Azərsel, siz niyə bizə vətəndaşlara bu qədər işgəncə verirsiniz? Qoyun seçim olsun da, edin də seçimdə. Qoy seçimi özümüz edək də. Niyə siz vətəndaşları məcbur edirsiniz ki, bizim tətbiq etdiklərimizdən siz istifadə etməlisiniz? Və hörmətli Azərbaycanlılar, internetin qiymətinin qaldırılacağı yaxın vaxtlarda artıq gözlənilir. Sarı Səfradan, Bahadırdan sizə şad xəbər.